Naxçıvan uzun illərdir coğrafi mövqeyi, dayanıqlı iqtisadi strukturu və güclü insan potensialı ilə regionun diqqət mərkəzindədir. İndi isə bu qədim diyar yeni bir iqtisadi mərhələyə qədəm qoyur. Hazırda azad iqtisadi zonanın yaradılması gündəmdədir. Bu təşəbbüs təkcə yerli sahibkarlar üçün deyil, həm də regional və beynəlxalq investorlar üçün yeni imkanlar dünyasının açarı ola bilər. Layihə 2023-2027-ci illər üzrə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı dövlət proqramında öz əksini tapıb. Zonanın yaradılması nəticəsində sahibkarlar üçün vergi və gömrük güzəştləri, sadələşdirilmiş inzibati prosedurlar və maliyyə təşviqləri kimi mexanizmlər nəzərdə tutulur. Bütün bu tədbirlər regionda biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Dövlət proqramına uyğun olaraq burada azad iqtisadi zonanın yaradılması, sahibkarlar üçün 10 il müddətində güzəştlərin tətbiq olunması, Naxçıvan Muxtar Respublikanın geniş logistika mərkəzinə çevrilməsi, investisiya zonasına çevrilməsi burada fəaliyyət göstərən sahibkarlar üçün geniş imkanlar açacaq. Və onu da qeyd edim ki, artıq Naxçıvan Muxtar Respublikasında həyata keçirilən iqtisadi islahatlardan sonra yerli sahibkarlarla yanaşı buraya xarici investorların cəlb olunması Naxçıvan iqtisadiyyatına əlavə güc qatacaqdır. Azad iqtisadi zona yarandıqdan sonra Respublikamızda böyük dəyişikliklər gözlənilir. Həm istehsal sahəsində, həm turizm sahəsində bu gələcəkdə Naxçıvanın daha da çiçəklənməsinə zəmin yaradacaqdır. Azad iqtisadi zonanın yaradılması bizim üçün yeni bir mərhələdir. Bu təşəbbüs 10 il ərzində nəzərdə tutulan güzəştlərlə istehsal xərclərinin azalmasına, yeni texnologiyaların tətbiqinə və xarici bazarlara çıxışın genişlənməsinə imkan verəcək. 2025-ci ilin yanvar-avqust aylarında Naxçıvanda ümumi daxili məhsul 1 milyard 64 milyon manat olub. Sənaye istehsalı 343 milyon manat təşkil edir. Əsas kapitala yönəldilən investisiyalar isə 122 milyon 600 min manat təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 42% çoxdur. Bu rəqəmlər regionda əlverişli iqtisadi mühitin formalaşdığını göstərir. 2025-ci ilin yanvar-avqust ayları ərzində Muxtar Respublikanın iqtisadi inkişafında önəmli mühüm hadisələr baş vermişdir. İlk olaraq ümumi daxili məhsulun həcminin artması ən önəmli faktorlardan biridir. Bu Muxtar Respublikanın iqtisadi inkişafında çox önəmli yer tutur. Ümumi daxili məhsulun həcminin artması, artıq burada iş yerlərinin, yeni iş yerlərinin açılması, istehsalın genişlənməsi və iqtisadi inkişafın əsas göstəricilərindən biridir. Təmal Sənaye və Ticarət Şirkəti olaraq cari ilin may ayında İqtisadiyyat Nazirliyinə müraciət edərək hazır metal məmulatlarının istehsalı üzrə investisiya təşviqi sənədi əldə etmişik. Sahibkarlığın İnkişaf Fondunun dəstəyi ilə hazırlanmış bu layihənin həyata keçirilməsi üçün təqribən 800 min manat həcmində vəsait sərf ediləcəkdir. Regionun inkişafı baxımından mühüm amillərdən biri də Zəngəzur dəhlizinin reallaşmasıdır. Nəqliyyat kommunikasiya əlaqələrinin bərpası Naxçıvanı mühüm tranzit logistika mərkəzinə çevirəcək, xarici ticarət dövriyyəsini artıracaq və investisiya mühitini canlandıracaq. Azad iqtisadi zona bu dəhlizin yaratdığı imkanları tam şəkildə istifadə etməyə imkan verəcək. Artıq şərq, qərb və şimal-cənub dəhlizlərindən sonra və Naxçıvanın Zəngəzur dəhlizinin orta dəhlizin segmentinə çevrilməsindən sonra Naxçıvanda sənayeləşmə prosesi sürətli şəkildə həyata keçiriləcək ki, bu da Naxçıvan iqtisadiyyatına əlavə dəstək verəcəkdir. Artıq sahibkarlar üçün Muxtar Respublika iqtisadiyyatı daha maraqlıdır, daha innovasiya yönümlüdür. Bununla da yerli və xarici investorlar Naxçıvan Muxtar Respublikasına cəlbi daha da maraqlı olacaqdır. Bu da öz növbəsində artıq xarici valyuta axınını daha da gücləndirəcəkdir. Zəngəzur dəhlizinin açılması ilə olan xəbərlər daha sevindiricidir. Həm arada bunu qeyd etmək istəyirəm. Birinci növbədə biz öz məhsullarımızı rahatca Azərbaycan bazarına çıxarma imkanımız yaranacaq. Bu isə gələcəkdə bizim məhsul istehsalımızın bir neçə dəfə artmasına və Respublika büdcəsinə böyük bir köməyimiz olacağından xəbər verir. Gələcəkdə dəhlizin tam reallaşması Naxçıvan regionunun əsas logistik və investisiya mərkəzinə çevrilməsi artıq qaçınılmazdır. Biz bunu gözləyirik. Biz sahibkarlar üçün həm daxili, həm də xarici bazarlara çıxışı, yəni yeni imkanlar yaradacaqdır bu.
Bu mərhələdə dövlət tərəfindən sahibkarlara göstərilən dəstək, Naxçıvan gömrük və vergi güzəştləri, subsidiyalar və azad iqtisadi zonanın yaradılması ilə bağlı hazırlanan layihələr çox əhəmiyyətlidir. İnanırıq ki, azad iqtisadi zona tətbiq olunacaq 10 illik güzəştlər sayəsində daha çox istehsal müəssisəsi açılacaq, daha çox iş yerləri olacaq və bu daha çox investisiyanın cəlb olunmağına səbəb olacaqdır. Naxçıvanda həyata keçirilən iqtisadi islahatlar və təqdim olunan güzəştlər sahibkarlar üçün davamlı dəstəyin göstəricisidir. Bu siyasət regionun sosial-iqtisadi inkişafını gücləndirməklə sahibkarların geniş miqyaslı layihələrə imza atmasına şərait yaradır. Samik Nuriyev, Rahib Babayev, Elşən Məhərrəmov, Təxminə Babayeva, NTV Xəbər.